baxın, 190 nömrəli avtobusu görürsünüz. 190 nömrəli avtobus tam qapının ağzından keçir. Gördüyünüz kimi. 6 qaraj, yəni hündürlüyü də hündürdür. Baxın, 6 qaraj ev, 2 sot yarımda. Evin sağıdır, soludur, arxasıdır, hər tərəfindən metr yarım məsafə saxlayıbdır. Bax, birbaşa jaluz qapıdır, üstü paketdan, böründə də əl qapısıdır. Qarajdır. Bax, bu qaraja 2 dənə maşın rahat daxil olar. Plus qarajı saymadan aşağıdakı otaqlar da yararlı vəziyyətdədir. Yəni yeri istipol eləsən, bunlar da pəncərələri zadı qoyulub da. Bir dənə də hamam tualetdir bura. Bura bir otaq. Yəni bunlar da otaq kimi təmir eləsən normal nə otaqları var. İndi evin sizi üst hissəsindən tanış edeyim. Heç aşağıları saymıram. Evin üstü. Girək, evin üstü ilə tanış olaq. Bax, buradan da arxaya keçisi var. Arxadan da metrdən də çox məsafə var. Yerdən arası 15 daş kürsüdür. Ətraf yaşayış masivi 190-ın axırıncı dayanacağında. Girdi belə bir koridor. Şkaturu, elektrik, santexnik sistemi hamısı görülüb. Mətbəx, çoynikatı da vurulub. Burada harasa 9'un 5'e, nem 4 yarıma bu belə zal çox genişli ev. 11'in 10'a da arsa ev. Bu bir sanitar qoşağı yer betondur. Bu bir yataq. Bu da ikinci yataq. Bu yataqda 6 metrənin 4'dədir. Yəni çox evin qonaq otağından böyük bunun yataq otaqları var. Ev geniş evdir. 110 kvadratlıq 3 otaqlı evdir. Bu yataq otağı 4'ün 4 yarımadır. Düşünün. Belə bir ev. Qiymət 65 mindən satışa çıxdı. İşıq sayğacı var. Qaz yoxdur.